Mən bir söz deyim, həyatı şad yaşayan adamlar daha çox göz yaşı tökür. Qəzəbli adamlar heç ağlaya da bilmir. Ərəfə duasına baxın, gedin onu mütaliə eləyin. Baxın, necə xırda cüziyyatına qədər mərhələ-mərhələ şükr eləyir. İlahi, mən yox idim, məni yaratdın, mənə ata-ana qərar verdin. Anamın ürəyinə mənim məhəbbətimi saldın. Anam mənə təmənnasız xidmət elədi. Başqası heç kəs eləməzdi bunu. Ananın ürəyində uşağa məhəbbət olmasaydı, gecə elə oyanıb ona qida verməzdi. Bir vaxt mənim dişim yox idi, elə yemək hazırladın ki, mədəmə uyğun olsun. Sonra bir-bir sayır, gözündən yaş dillər, qəribə ağlayıb İmam Hüseyn Ərəfə duasını oxuyanda. Sonra duasını eləyir, təzdən ürəyi dözmür, qayıdır yenə şükrə, yenə minnətdarlığa. Bu göz yaşının harası acıdır? Bu sevinç göz yaşlarıdır. Bu göz yaşı özü bir ləzzətdir insan üçün, bir sevincdir insan üçün.